Məsəl üçün sən soft skills-dasan, sənə davamlı ideya gəlir. Sən onu upakovka eləyib satışın çətindir sənin üçün. Yalnız hard skills-da missiya 3-dür və sales skills-də digər missiyalar var, onlardır. Və biz bunu əslində koçluqla insana izah eləyirik ki, sən bunu necə eləyə bilərsən, necə edəcəksən. Bir dənə bu koçluq proqramını da istəyirəm bölüşüm. Koçluq proqramı 8 dərsdən ibarətdir. Başlayır və burada gördüyünüz kimi slaydlarla da ice diaqramlarına görə ailə platformalarıdır, subyektiv, obyektiv reallıqdır, biznesin analizidir, çıxar analizidir. Düşünün, biznes analizi eləyəcəksən və adamın biznesi var, istehsalatı. Bunun analizinə görə ticari analizi necə olmalıdır, istehsalat analizi nə olmalıdır. Hamısını bir koçluqda insan keçə bilir. Və koçluq dəyişim bir proqramıdır. İnsan dəyişib çıxır. Bir görüşlə də dəyişmək mümkündür. Bəli, seansla insan müəyyən kədəri var, razılaşmadığı mövzular var. Biz bunu eləyə bilərik, dəyişdirə bilirəm mən, yəni bunu. Amma daha dərin istəyirlərsə mütləq şəkildə koçluq keçsinlər. Hər 35 gündən bir demək olar ki, bu ayın sonunda bir dənə də növbəti qrupun başlayacaq və qrup şəklində, fərdi şəkildə hər kəs qoşula bilər.